Yəni, bugün sizinlə ən vacib strategiyaların biri ilə paylaşacağım və istəyirəm ki, bu strategiyaların qurulması ilə ümumi psixoterapiyanın fərqini görə biləsiniz və tətbiq edəndə də nəticəyə doğru gətirən hansı səbəblər var. Düzdür, bu 4 dərsimiz ümumi şəkildə 2 onlayn, 2 yayın dərsimiz bütün psixoterapevtik strategiyanın yaradılması, qurulması, tətbiqi ilə bağlı hər şey əhatə eləmir. Və ona görə də xüsusi tədris proqramı, misal üçün məndə Zeynəb xanım mənim qrupumda iştirak edibdir. 1 illik tədris proqramıdır. Harada ki biz diaqnostikanı, praktiki məşqləri, psixoterapevtik strategiyaları, metodları yavaş-yavaş öyrənərək, praktiki məşqlər keçirərək həyata keçirdirik. Amma bu bünövrə sizin üçün əsasdır ki, bundan sonraki istiqamətinizi ən aşağısı bu məntiqli və strukturlu, əsas vacib olan söz burada strukturlu psixoterapiya tərzində keçirəsiniz. Misal üçün, hal-hazırda mən 2026-cı il üçün yanvardan dekabra kimi 2026-cı il ərzində psixologiya məktəbinin praktikum qrupunda olacaq proqram artıq hazırladım, razılaşdım və indi paylaşmaq istəyirəm. Hələlik orada başlıqlardır. Məzmunu isə demək olar ki, hazırda o da deməli marta qədər olan məzmun artıq hazırdır. Amma martdan sonraki tədris proqramında orada deməli 4 ay yalnız praktiki məşğələlərdir. O praktiki məşğələlər hissəsində biz dərsi keçirik, misal üçün kognitiv davranış terapiyanın əsaslarını, nəzəri hissəsini. Sonra biz keçirik o metodun tətbiqi ilə bağlı praktiki məşğələlər. Yəni 1 ay nəzəri hissəsinə, 1 ay praktiki hissəsinə. Onda təcrübədə gördüyüm ki, daha yaxşı mənimsəyir. Hansı tələbələr ki, birbaşa praktikaya qoşulur, amma nəzəriyyəsində zəif idi, onlara deyəndə ki, get evdə kitabı oxuyarsan, orada öyrənərsən, o kitabı oxuyanların faizi çox aşağı olur. Ona görə də sonra soruşanda ki, adi suallar verirəm. Tələbatlar nəzəriyyəsi, insan tamamilə məlumatı yoxdur. Şəxsiyyət tipləri, nəsə məlumatı var, haradasa eşidibdir. Sağ olsun Təbriz bəy, o da təbliğ edir, şəxsiyyət tiplərini tez-tez izah edir. Heç olmasa oradan eşidiblər. Soruşanda temperament, intellekt və digər primitiv və sadə əsasları görürsən ki, insanlar düzgün onları təyin edə bilmir. Və bünövrəsini, yəni əlifbasını psixologiyanı düzgün təyin edə bilməyəndə, təbii ki, onun üzərində də psixoterapevtik strategiyanı qurmaq mümkün deyil. Ona görə qərar verdim ki, növbəti il ərzində ümumi psixologiyanı da əlavə edeyim. Ona görə birinci, misal üçün, yanvar məşqləri sırf başlayır ümumi psixologiyadan, bax, prinsipial məqamlardan, fərziyyə nədir, nəzəriyyə nədir, psixoloji araşdırma metodları nədən ibarətdir, psixoterapevtik etika nədir və kodeks nədir? Psixoterapevtik kodeks var və var psixoterapevtik etika, qanuni tərəfləri var. Qanun tərəfləri mütləqdir, icra olunmalıdır və o qaydalara pozduğu şəkildə hüquqi məsuliyyət daşıyır mütəxəssis. Amma var kodeks tərəfləri, hansılar ki, hüquqi məsuliyyət daşımır, amma tövsiyə olunan və mütəxəssisin hörmətini artıran, belə desək, həm həmkarları qarşısında, öz sahəsi üzrə çalışan mütəxəssislərin qarşısında, eyni zamanda deməli pasientlərin qarşısında cəmiyyətdə öz mövqeyini qorumaq üçün. Bax, bunların hamısını gərək bir-bir kimsə vacib şəkildə deməli təşkil etsin. Bəli, həm canlı, həm onlayn şəkildə keçiriləcək. Keçirilir də hal-hazırda sadəcə 2026-cı ilə həmişə deyirəm də hər il biraz təkmilləşmə olur və üstün tərəfi odur ki, kimlər ki praktikumda qrupunda var artıq, misal üçün Zeynəb xanım orada var, təbii ki, burada olanlardan yəqin tək Zeynəb xanımdır. Deməli, o deməkdir ki, daha öncə keçirilən proqramda nəsə mənimsiyibsə, növbəti ildə davam edə bilər, əlavə heç bir ödəniş eləmədən təkrar da iştirak edə bilər və eyni zamanda təkmilləşərək daimi təkmilləşmə imkanı var. Bu, qrupun ona görə belə deyək, xüsusi özəlliyi ondan ibarətdir və eyni zamanda vacib olan faktorlardan biri İnsanın nəsə sualları yaranırsa, bax, bugün misal üçün tələbələrdən bir neçə suallar yazdı, mən ona çalışdım cavab verim. Baxmayaraq ki, sadə suallardır, amma hal-hazırda pasient qəbul edir və o pasientin durumu ilə bağlı sualları yaranır, təəddüd yaranır ya da hansısa bir mövzu ilə bağlı haradasa müzakirə edir, sualı yaranır, tərəddüd edir. Və ona görə vacibdir ki, daimi dəstək olsun. Daimi dəstək olanda insan A nöqtəsindən Z nöqtəsinə kimi, B demirəm hətta, Z, axıra kimi gedib çata bilir. Yox, daimi dəstək olmadığı şəkildə insan öz inkişafında hansısa mərhələdə çətinlik hiss eləyəndə özünü tənha hiss edir, tək hiss edir, bəzən ruh düşkünlüyü yaşayır, məhlus olur. Ona görə motivasiya edən, biraz həvəsləndirən, əlindən tutub hərdən bəzən bələdçi kimi aparan mütəxəssis olmalıdır. Bu da proqram elə həmənki məqsədə xidmət edir.
psixoterapevtik strategiyalar və psixoterapevtik metodikaların əsas fərqini və tətbiqini göstərmək üçün hal-hazırda bir dənə vacib mövzuya toxunacağam. Vacib mövzulardan biri ailə terapiyası. Yəqin ki, eşitmişsiniz. Psixoterapiyanın istiqamətlərindən biri ailə terapiyasıdır. Ailə terapiyası bir neçə istiqamətə paylanır, belə şaxələnir. Onlardan biri deməli sistemli ailə terapiyasıdır. Və bu gün dünyada ən çox praktiki cəhətdən özünü doğruldan sistemli ailə terapiyasıdır. Sistemli ailə terapiyası nə deməkdir? Yəni ailə terapiyası sözü deyəndə artıq başa düşürük ki, burada bir nəfərin deyil, bir fərdin deyil, bir neçə fərdin eyni zamanda bir-birindən təmasını kontrol etmək lazımdır. Yəni nizamlamaq lazımdır. Əgər bir nəfərin hər hansı bir problemi varsa, bu fərdi psixoloji konsultasiyalar vasitəsilə icra olunur və insanın öz şuuru və şuuraltısı ilə olan konfliktlər, yaxud başqa cür duyğularla təfəkkür arasında olan konfliktlərdir. Ürəyim belə deyir, amma beynim başqasını məndən tələb edir. Bunu etmək istəyirəm, amma hisslərim mənə imkan vermir, hisslərim məni idarə edir. Ya da hisslərimə artıq sahib çıxa bilmirəm, təfəkkürüm isə başqasını mənə diktə edir. Deyən insanlarda bu fərdi psixoloji konsultasiyalardır. Yəni, fərdi psixoloji problemlər. Amma şəxsiyyətlər arası münasibətlər əsasında ailədə, yəni bir insanın başqa insanla münaqişəsi yaranırsa, bu bir qədər daha fərqli mövqeyidir. Burada vacib olan üstünlük, onu dərk etmək lazımdır ki, tək fərdin psixoloji sağlamlığı deyil. Eyni zamanda iki fərdin bir-biri ilə münasibətində ünsiyyət qaydalarına riayət olunması vacibdir. Ailə münasibətləri mövzusudur. Deməli, ailə münasibətləri sözündə birincisi ailə nədir, sonra münasibətlər nədir? Yəqin münasibətləri biz başa düşürük ki, bir-birindən insanlar ünsiyyət qurarkən öz hisslərini, öz fikirlərini necə çatdıra bilir və qarşı tərəfin də hisslərini, duyğularını necə başa düşə bilir. Bax, bu iki xüsusiyyətdir. Təbii ki, hər bu iki xüsusiyyət bizdə anadan gəlmə verilən bir bacarıq deyil. Bu bacarıqları biz özümüz həyatı boyu təkmilləşdiririk. Və ona görə bu bacarıqları biz hardan öyrənirik? Öz valideynlərimizdən. Çox vaxtı ailədə gördüyümüz davranış modellərini biz kopyalayırıq. Yəni, gəlin baxaq görək, ailədə götürdüyümüz bir örnək kimi, şablon kimi götürdüyümüz ünsiyyət modelləri mükəmməldirmi, qüsursuzdur-mu? Xeyr, elə deyil. Və əsas qüsurları da bizim hər birimizin, hətta tamamilə sağlam olan insanların və psixoloji cəhətdən heç bir problem olmayan insanlar, saydığımız insanların ünsiyyət problemləri yenə də mövcuddur. Və bu ünsiyyət problemləri nə vaxt üzə çıxır? Psixoloji cəhətdən heç bir sıxıntı hiss etməyən, sevgi duyan, duyğusallığını ifadə edə bilən, tamamilə bu nə sosial fobiyası, nə aqrafobiyası, nə də ki, hansısa bir panikası olmayan insanlardan bəhs edirəm. Ünsiyyət qura bilirlər, bir-birindən sevgisini ifadə edirlər, hisslərini göstərə bilirlər və nəticədə ailə qururlar. Ailə artıq yalnız bu cinsəl birlik deyil. Ailədə münasibətlər birinci növbədə hər bir fərdin tələbatı üzərində qurulubdur. Deməli, ailə prinsipi nədir? İki insanın bir yerdə yaşayırsa, o deməkdirmi ki, bunlar ailədirlər. Ya da ki, yalnız qadın-kişi münasibəti bir rol oynayır. Misal üçün, əgər ikisi də kişidirsə, yəni iki qardaş misal üçün bir yerdə yaşayırsa, onlara ailə demək olarmı? Ya misal üçün, ana-bala, bax, görək, tənha qadındır və onun anasıdır. Ailədirlərmi? Bəli, onlar da ailədirlər. Yəni, ailə münasibətləri tək kişi-qadın münasibətləri deyil, tək cinsəlliklə bağlı deyil. Burada birinci növbədə münasibətlərdə olan fərdlərin tələbatıdır. Ona görə dərhal bütün fərziyyələri atırıq kənara, qadın-kişi münasibətləri ilə bağlı sosial şəbəkələrdə gördüyünüz qadın belə olmalıdır, kişi belə olmalıdır, əsl kişi, əsl qadın fikirləri, bu bayağı fikirlər ailə terapiyasına heç bir aidiyyəti yoxdur. Çünki birinci növbədə münasibətlərin idarə edilməsində biz insanın cinsinə görə hansısa bir şablon davranışı tətbiq etmək yox, hər bir fərdin tələbatlarını öyrənməkdən başlayırıq. Təbii ki, tələbatlar da olur fizioloji tələbatlar və psixoloji tələbatlar. Onları heç kəs demək olar ki, dəyişməyibdir.
Psixoloji tələbatlar daha böyük rol oynayır. Fizioloji tələbatlar təqribən eynidir və onların ödənməsi o qədər də çətinlik yaratmır. Ən aşağısı onların olduğunu dərk etmək çətinlik yaratmır. Amma psixoloji tələbatlarda fərqlidir. Və təsəvvür edin ki, indi münasibət başlamalıdır iki insan arasında. Mən qəsdən deyirəm, ailə münasibətlərində qadın-kişi olmamaq şərti ilə təsəvvür edin ki, sizə aydın olsun. Misal üçün, bir bacı, bir qardaş, ikisi bir yerdə yaşayırlar, bir yerdə kiraya qalırlar və özlərini təmin edirlər. İkisi də işləyir və belə deyil, nə maddi cəhətdən, nə mənəvi cəhətdən heç kəsdən asılı deyirlər. Bunlar artıq müstəqil ailə hesab edilə bilərlər. İki qardaş bir yerdə köçürlər başqa ölkəyə, başqa bir şəhərə. Onlar orada bir yerdə kiraya qalırlar, işləyirlər və öz ehtiyaclarını ödəyirlər. Deməli, onlar iki nəfər, iki qardaş bir ailədirlər. Onlar əgər müstəqil yaşaya bilirlərsə, deməli, onlar müstəqil bir birlikdirlər. Bir cəmiyyətlər, kiçik bir cəmiyyət. Amma bu kiçik cəmiyyətdə də ünsiyyət qaydaları əgər uyğunlaşırsa, münaqişə yaşamırlar. Yox, ünsiyyət qaydalarında hər hansı tarazlıq pozulursa, onda həmin insanlar münaqişə yaşayır. Yəqin siz də təpələrlə görmüsünüz belə situasiyanı, iki qardaş bir yerdə yaşayır, hər gün dava eləyirlər. Yaxud insan ola bilər ki, doğma anası ilə bir yerdə yaşayır, tənha qadındır, bir yetkin yaşda qızı var. Onlar tez-tez mübahisə yaşayırlar. Ya da ki, əksinə, xanımla bəy ailə qurublar, artıq burada qadın-kişi münasibəti. Amma onlar mübahisə etmirlər. Ailədə münasibət problemi yoxdur. Deməli, münasibət problemi birbaşa cinsə bağlı deyil. Ona görə ailə münasibətləri insanlar arası münasibətləri əks etdirir. Təbii ki, hərəsindən biri, hər hansı bir ailə üzvlərindən biri psixoloji ciddi pozuntusu varsa, misal üçün, obsessiv kompulsiv pozuntu varsa, ailə üzvlərindən birində, ola bilər ailədə 20, 30, 70 nəfər belə olsun, ailə terapiyası təcrübəsində ailə üzvlərinin hamısını bir yerdə də cəmləşdirərək qəbul edən mütəxəssislər var və əsas prinsiplər də bunun üzərindədir. Ola bilər bir nəfər gəlsin, ola bilər ikisi bir yerdə gəlsin. Seansların keçirilməsi önəmli deyil. Bəli, suallarınız var? Bəli. Sualınızı eşidə bilmədim. Ailə terapiyasında mən fərz eləyim ki, deyirəm ki, mən fərz eləyək ki, hansısa bir bacının ailəsi dağılıb və qardaşla bir yerdə qalıb, amma eyni evdə böyüyüblər və hər şey o zamana qədər normal olub. Eyni xasiyyətlər uyğunlaşıb deyək. Amma qadın ayrılandan sonra xasiyyəti dəyişə bilir, yoxsa o münaqişələr nədən düşür? Yəni, orada nəyə baxılmalıdır? Siz sual verdiniz, mən hələ açıqlama vermək istədiyim mövzuya. Ona görə səbirli olsaydınız, yəqin ki, o sualın cavabını tapacaqdınız. Çünki mən indi az öncə tələbatlara gəlib çatmaq istəyirdim ki, necə araşdıraq çatmamazlıqları. Yəni, təbii ki, birinci sualınızın birinci hissəsinə belə cavab verim də. Yəni, əgər atası ilə, anası ilə bir yerdə, bacı, qardaş bir yerdə yaşayıblarsa, o başqa bir ailə idi. O ailədə qaydalar, ünsiyyət modelləri və ailə daxili insanların ehtiyaclarını ödəyən şəxslər fərqli idi. Ona görə, misal üçün götürək, ata-ana işləyir, çalışır, uşaqların ehtiyaclarını ödəyirsə, onlar orada hər kəs önlük edə bilərlər. Çünki onlar orada tələbatı ödənilən şəxslərdir. Valideynlərin isə psixoloji cəhətdən tələbatını onlar başqa cür ödəyir. Yəni, misal üçün, övlad valideynin tələbatını ödəyirmi? Bəli. Övlad da valideynin psixoloji tələbatını ödəyir. Düşünməyin ki, yalnız valideyn övladın tələbatını ödəyir. Əks halda bu ailə olmazdı. Amma bacısı ailə qurubdur, sonra ayrılıbdır, yoldaşından gəlib, indi qardaşla bir yerdə yaşayırsa, həmənki fərqlərdir, amma ailə modeli başqadır. Artıq bu insanlar bir-birinin tələbatını ödəməlidirlər. Onlar tələbatı ödənilən, faydalanan tərəf deyirlər. Eyni zamanda qarşı tərəfin tələbatını ödəməlidir. Ona görə də ailədə model dəyişilibdir. Və hal-hazırdakı ailənin mövcud olan həminki bacı qardaşın ailəsini təhlil etmək lazımdır. Ayrıca, eyni qaydalarla. Deməli, bir də qayıdım ailə modelinin izahına. Ailə hər hansı bir şəxsin başqası ilə bir yerdə, bir məkanda yaşaması demək deyil. Ailə, rəsmi nikahı olan iki şəxsin hüquqi münasibətləri də deyil. Nikah yalnız hüquqi tərəfini göstərir. Amma ailə münasibətləri deyəndə biz münasibət modeli nəzərdə tuturuq.
Əgər iki insan anormal bir psixoloji davranış tərzləri ilə gedib nikah qursalar, nikah yaratsalar, yəni bu hüquqi cəhətdən ailə yaradılıbdır. Amma onların arasındakı münasibət bir dəhşət konfliktli və psixoloji sağlam olmayan mühit olacaq. Çünki onlar dəyişilməyibdir. Münasibətin dəyişilməsə, ailə modeli formalaşmır. İndi qayıdırıq, yaxşı, bəs ailə modeli nədir onda? Baxın, iki və ya daha çox insanın birlikdə məişətdə bir-birinin tələbatını, qarşılığı ödəyirsə, bu münasibətə ailə modeli demək olar. Aydın olsun deyən. İki və ya daha çox. Yəni bir insan ailə deyil. Tək yaşayır insan. Amma iki və ya daha çox, yəni ki, limiti yoxdur. Ola bilər siz 200 nəfər bütün nəsil bir evin içində yaşayırsınız. O da ailə sahilə bilər. Məişətdə, baxın, deməli, hal-hazırda yaşadığınız mühitdə bir-birinin tələbatını ödəmək üçün məsuliyyət daşıyır. Bunu yaxşı yadda saxlayın. Ailə üzvlərinin hər biri bütün ailə üzvlərinin tələbatlarını ödəmək üçün məsuliyyət daşıyır. Gəlin, indi baxaq görək, hansı tələbatlar necə ödənilir? Bir ekstremal bir tərz deyək. Bu ailə terapiyasının bir növrəsidir. Bunu deməliyəm ki, mütləq sonra təhlil edəndə, strategiyada quranda sizə bəlli olsun ki, haradan hərə hərəkət edirik. Bu bizim A nöqtəmizdir. A nöqtəsində dərk eləməliyik ki, hal-hazırda müraciət edən şəxslər nə ilə bağlı müraciət edir? Mən nümunəni göstərəndə artıq təbii ki, başqa nümunələrə çox getməyək deyən, qadın-kişi münasibətini götürəcəm çox vaxtı cütlüklərlə çalışanda bu problem çox böyük problemdir. Yəni, ailə qururlar, gənc ailə, münasibət qururlar, bir müddətdən sonra münaqişələr başlayır. Hal-hazırda mənim pasiyentlərimdən biri deyir ki, bax, mən yoldaşımı sevirəm və biz çox xoşbəxt idik ailə qurana qədər. Ailə qurandan sonra ailədə münaqişələr başladı və mənim yoldaşım hər zaman mənim anamı pisləyir, suçluyur onu ki, sən anan, qaynanam yəni ki, günahkardır, qaynanam mənə şərait yaratmır, mənə qarşı üsyan edir, məni təhdid edir, məni belə deyir və s. Orada mən qalıram. Yəni, klassik gəlin qaynana məsələsi deyəndə, reallıqda gəlin qaynana məsələsi deyil. Bu, ailə münaqişəsidir və ailə münasibətlərindəki olan konfliktdir. Və ailə münasibətlərindəki konflikt isə bu konflikt çözülmür. Niyə çözülmür konflikt öz-özünə? Niyə mütəxəssis olmadan ailə münasibətlərində yaranmış konfliktlər öz-özünə çözülə bilməz? Sual məntiqlidir və düşünməyinizi ona görə bir pauz elədim ki, doğrudan da həll oluna bilməz. Çünki bu iki insan öz hal-hazırdakı təfəkkürünə, davranış modelinə görə ünsiyyət qurarkən konflikt yaradır. Onlar biraz ayrılsalar, bir də qoşsalar, bir də konflikt yaşayacaqlar. Artıq ikinci dəfə konflikt yaşayanda onlar daha şiddətli konflikt yaşayırlar. Çünki hal-hazırdakı mənə dediyin bəs deyil, hələ bundan da qabaq dediyini hələ bağışlamamışam, hələ yadımdan çıxartmamışam deyəndə artıq aqressiyanın şiddəti artır. Nəticədə məntiqli olaraq siz də başa düşürsünüz ki, hər dəfə sülh adı ilə, süni barışıq adı ilə, yaxşı mən səni bağışladım demək adı ilə reallıqda onlar fasilə götürür. Münaqişələr arasında fasilələr hər dəfə azalır və hər dəfə münaqişənin şiddəti artır. Belə çox davam edə bilər, bəli, çox davam edə bilər. Misal üçün, mənim nümunəmdə olan 15-17 il olan nəticələr var. Yəni, insanlar ilk ildən münaqişələr yaşayırlar, amma 15-17 il bir yerdə yaşayırlar. Soruşanda ki, bəs bu qədər münaqişələr içində necə siz psixoloji sağlamlığı qoruya bilmirsiniz? Kişi deyir, heç sağlam da qoruya bilməmişəm. Mən evdə heç rahat yata bilmirəm, bir tikə çörək yeyə bilmirəm. Mən artıq öyrəşmişəm ki, süfrəyə çörək qoyuldusa, qulaqlarımı bağlayıram, qulaq asmıram nə deyir? Yeməyimi yeyirəm, sonra durandan sonra deyirəm, çox sağ ol, payın artıq olsun. Görüm sən ömrü boyu belə çörək yeyəsən, həmişə keyfim belə olsun. Çıxıb gedirəm öz otağıma, qulaq asmıram. Yəni, nə qədər biganə olmağa çalışıram ki, iştahım korlanmasın, heç olmasa çörək yeyim. Amma axşam oturandan sonra bir məqama qədər dözə bilirəm. Bir məqamdan sonra deyirəm, bəsdir, kəs və qışqırıb bağır edirəm. Ondan sonra xanım ağlayır. O xanım ağlayandan sonra sakitləşir, məndən küsür, uzaqlaşır, mən gedib rahat yata bilirəm.
Və bizim demək olar ki, hər günümüz bu tərzdədir. Mən səhər işə gedəndə çalışıram ki, tez durum, bir iki çörək yemədən durum evdən qaçım ki, səhər mübahisə çıxmasın. Axşam evə gələndə çalışıram ki, çörəyimi yeyim, mümkün qədər biganə olum, mümkün qədər heç bir mövzuda danışmayım ki, mübahisə çıxmasın. Amma istər-istəməz xanım əl çəkmir, görür ki, mən soyuqqanlıyam, danışmıram, deyilir, nəsə mübahisə yapılır və mən düşünürəm ki, problem günahkar xanımdır. Xanımı qulaq asırsınız, o xanım tamamilə başqa tarixçə danışır. Deyir ki, səhər məni saymır, adam yerinə qoymur, mənə işləməyə icazə vermədi, mənə ora getməyə icazə dindirmir, hələ məndən qisas da alır. Hər axşam da çörək qoyuram onun qabağına, məni dindirmir. Nə qədər çalışıram onunla danışım, nə qədər çalışıram ünsiyyət qurum, mən axı darıxıram, dustaq kimi qalmışam dörd divar içində. Mən danışıram, o cavab vermir. Məni lağa tutur, məni aldadır və birdən-birə durub üstümə qışqırır. Ürəyi istəyəndə ki, mən ağlayım, xətrimə dəyir. Və ondan sonra hər gecə eyni söz yaşayandan sonra gedib rahatca uzanıb yatır. Necə deyirlər, zəhərini tökəndən sonra yeyib rahat yatır. Mənsə yata bilmirəm, yuxum qaçır. Bəzən səhərə kimi yata bilmirəm. Yerimdə orada fırlanıram, burada fırlanıram. Amma gözümə yuxu girmir. Məyus olmuşam, həyatımı yaşamağımdan məmnun deyiləm və bədbəxt hiss edirəm özümü. Deməli, iki insan bu cür tərzdə çoxmu davam edə bilər? Məntiqlə çox az olmalıdır. Yəni, bir balaca insan özünü qoruma müdafiə mexanizmi olmalıdır ki, bu cür kabusun içində yaşamasın. Amma digər tərəfdən nəzərə alın ki, misal üçün Azərbaycanda mənəvi dəyərlər, dini dəyərlər, ictimai qınaq yetərincə yüksək dərəcədədir. Üstəlik insanların bir-birinin maddi, mənəvi asılılığı çox böyük, yüksək səviyyədədir. Ona görə də bəzən insanlar bu maddi, mənəvi dəyərlərdən kənara çıxa bilmir deyə, onlar nə qədər şəxsi hisslərini boğsalar da o hisslər üsyan etməyə başlayır. Nə qədər çalışsalar da ki, yaxşı qadın belə olmalıdır, yaxşı kişi belə olmalıdır, bu yəni şəxsi hisslərini boğmağa çalışmaq deməkdir də mənəvi dəyərlərə əsasən. Münaqişələr yenə də yaranır və bu münaqişələrdən qaçmaq mümkün deyil. Yəni mümkünatı yoxdur ki, insanlar mübahisə etməsin. Sadəcə onlarda boşanmağa gəlmir. Çünki onlarda misal üçün qadın deyir ki, uşaqları götürüb hara gedim, uşaqlar atasız böyüməsini istəmirəm, ona görə bədbaxt olsam da qalmağı qərar verirəm. Ya da kişi deyir ki, mən istəmirəm, mənim uşaqlarım başqa kimsəyi böyütsün, ya da atasız böyüsünlər. Ona görə deməli, hanımın bu xasiyyətindən dözürəm. Yəni, hər ikisi bir-birini günahkar sayır. Ümumiyyətlə, münaqişə, yəni konflikt deyəcəm. Konflikt varsa, hər iki tərəfdən başlayır və hər iki tərəf qıcıqlandırır konflikti. Sadəcə onlar hər ikisi də bilmir ki, necə bunu edir. Ona görə qarşı tərəf həmişə günahkardır, mənsə günahkar deyiləm, mən qurbanım. Hər iki insan bunu söyləyir. Ona görə, misal üçün, xanım tək gəlsə konsultasiyanıza desə ki, mən bədbaxtam, böyük ehtimalla dırnaqarası deyək, savadlı psixoloqlar, dırnaqarası savadlılar. Deyəcəklər ki, sən ərin sənə qarşı belə üsyan edirsə, o narsist, abuser və digər xoşa gəlməz sözlər deyəcək. Bu, psixoterapevtik etikadan da çox uzaqdır, peşəkarlıqdan da. Çünki sizi mən görürəm, siz mən pasiyentimsiniz, mən hal-hazırda sizinlə danışarkən sizin durumunuzla bağlı, sizin davranışınızla bağlı müşahidə etdiklərimi ifadə edə bilərəm. Amma sizin dediklərinizə əsasən yoldaşınızın vəziyyətini, durumunu, diaqnozunu demək mümkün deyil. Bu falçılıqla bərabərdir. Qeyri-peşəkardır. Ona görə deyəndə ki, xanım sizin yoldaşınız abuser, narsistdir, bilin ki, bu adam ümumi psixologiya üzrə belə, ümumi etika və psixoterapiya prinsiplərindən ümumiyyətlə çox uzaqdır, hələ başqa planetdədir. Hətta demirəm ki, psixoloji peşəkarlıq dərəcəsi yüksəkdir. Çox uzaqdır. Çox insanlar bu halda olanda uzun müddət stres yaşayır və sonra ayrılır, məcbur olur. Çünki başqa çıxış yolu görmür. Bax, bugün Azərbaycanda bir çox insanlar deyirlər, başqa çıxış yolu görmürük. Hətta belə deyək, bu durumlarda insanlar çıxış yolu axtarır, amma çıxış yolu nədə axtarır? Necə edeyim ki, həyat yoldaşım dəyişilsin? Mən yox, məndə günah yoxdur axı, mən qurbanam. Gəlin, mən gəlirəm, bu saat müraciətlərdən birincisi bu olur ki, mən necə edeyim ki, qaynanam düzəlsin? Gəlin, oğlan gəlir ki, mən ailəmi saxlamaq istəyirəm, həyat yoldaşımı sevirəm, üstün tərəfləri çoxdur, dürüsttür, sadiqdir, hər tərəfli gözəldir, əl qabiliyyəti yaxşıdır. Yəni, irad tutacağım bir şey yoxdur. Gəl ki, anamla yola getmir, anam bir söz deyəndə özü necə yola getmir? Anam bir söz deyəndə küsür.
ağlayır. Üstümə gəlir ki, denən anama mənə belə deməsin. Deyir, niyə mənim dalımız danışılır? Saatlarla özünə gələ bilmir. Mən də hirslənirəm, gedirəm anama deyirəm ki, aynen bəsdir də, qoy gəlin otursun da. Mənə dinəndə nə sözüm var? Deyirəm, balam, mən sənə nə deyim ki? Sənin arvadın səni qızışdırıb gəlib mənim üstümə göndərib ki, mənlə burada dava eləyəsən. Mən ona dindirməyim mi? Dindirmirəm, yaxşı. Deyinmirəm. Deyir, artıq son bir ildir anamla, atamla, bacımla, qardaşımla, qohumlarımla heç birinlə danışmır. Nə mən danışıram. Mən arada bir zəng gelib keyf əhvalı soruşuram, anamdır. Amma danışmırıq ailəlikcə. Getmirik, gəlmirik ki, dava çıxmasın. Elə bilirsiniz ki, getmirik, gəlmirik, evdə dava çıxmır. Yox, yenə də evdə dava çıxır. İndi nə deyir? Sənin anan mənə belə elədi, mənim əsəblərimi körradı, mənə düşman elədi cəmaatı. Düşmanla eləcə heç kəs məni saymır, toya çağırmırlar, xeyir işə çağırmırlar, bayrama çağırmırlar. Yas olanda axırıncı mən bilirəm. Adam yerinə qoymurlar. Deyirəm, balam sən sakitləşmirsən. Deməli, problem anamda deyil. Və indi yoldaşımda problem var. Kişidir, problem yoldaşımdadır. Hı -hı. Xanımsa deyir ki, heç yoldaşımda da deyil, qaynanamdadır. Deməli, bu cür yanaşma təbii ki, münaqişəni böyüdür. Sanki şərti razılaşırlar. Şərti razılaşma əldə eləsələr də, misal üçün, gəlin gedir qaynana ilə barışmaq üçün tort bişirir, bayramda gedir əlindən öpür ki, yəni, gəl barışaq da, anasan, müqəddəssən, gəl barışaq. Bu şərti barışıqdır, müvəqqəti, və yaxud dediyim kimi, münaqişələr arası fasilədir. O fasiləni götürmək istəyir. Amma düşündüyü və münasibətdəki olan problemin səbəbini hələ də onda görürsə, deməli, səbrini cilovluyur. Və qaynanası növbətdə desə ki, ay gəlin, orada yeməyin duzunu niyə çox elədin? O balaca bir qığılcım yetərli olur ki, indiyə qədər yığılan bütün bomba bir anlıq partlasın. Və o partlayanda əvvəlkindən daha şiddətli partlayır, duyğularını icloflaya bilmir, deyir, bəsdirin. Deyir, ay bir dənə duzu dedim çox eləmədən, nə deyilmiş sənə? Bu heç söz demək olmur. Nəticədə başa düşmək lazımdır ki, ailədən kənar digər qohumlar, üzvlər münaqişəni yaratmır. Münaqişə olanda hər zaman ailə üzvləri ilə bağlıdır. Amma ailədən kənardakı üzvləri də münaqişə cəlb edə bilər. Misal üçün, xanım yoldaşına mübahisə eləyir, qonşu gəlib xanımı müdafiə eləyir. Dəhşət bir problem böyüyür də. Sən kimsən mənim ailəmə müdaxilə edirsən və məsələ böyüyür. Mübahisə böyüyür. Çünki kənar şəxslərin müdaxiləsi ailə münasibətlərinin problemini daha da ictimailəşdirir və böyüdür. İndi gəlin baxaq görək, sosial şəbəkələrdə və bəzi verilişlərdə aparılan dəstixət nəyə gətirib çıxardır? Qadın kişi yola getmirlər və o gedir hansısa məşhur verilişin birinə, qadın ya da kişi şikayətlənir ki, mənim yoldaşım xanım sözə qulaq asmır, abırsızdır. Verilişdə onun bütün Azərbaycana biabır eləyirlər, tənbih eləyirlər, deyirlər, get, başı aşağı salla, ağıllı ol. Sanki bunu deyəndən sonra xanım səbəbi başqa insanda görəcək, xeyr. Orada ona mənəvi baskı göstərirlər. Bu o qədər böyük mənəvi baskı olur ki, bəzən insanlar doğrudan da növbəti dəfə təkrarən yenə də başını aşağı sallayıb, səbirini cilovlayıb, utancından məcbur olur, tabi olsun bir müddət. Amma ondan sonraki partlayış hər zaman daha şiddətli olur. Çünki nə qədər bastırsa da insan duyğularını, kənar tərəfi günahkar görürsə, ona qarşı aqressiyası, ona qarşı qəzəbi azalmır ki, çoxalır. Deməli, bu prosedurda vacib olan anlayış nədir? Münaqişə yaranırsa, ailə daxilidir. Və əgər ailə daxili münaqişə yaranırsa, birinci addımda müraciətdən kim başlamasından asılı olmayaraq, misal üçün kişi müraciət edir, yaxud qadın müraciət edir, fərqi yoxdur. Hər ikisə izah eləmək lazımdır ki, birinci növbədə münaqişə ailə münasibətləri problemidir. Ona görə, misal üçün, mən bir dənə belə sadə ailə münasibət deyəcəm. Qadın müraciət edib ki, yoldaşım məni polisdən hədələyir, təzə doğulmuş dünyaya gəlmiş qızımı mənim əlimdən almaq istəyir, anası mənim tərəfimdədir, bacısı mənim tərəfimdədir, mənim haqlı olduğumu deyirlər, amma o mənə deyir ki, başın lap xarab olubdur, mənim üstümə gəlirsən, hətta məni qovmaq istəyirdi, evdən qovmaq istəyəndə mən bıçağı götürdüm, boğazıma dirədim ki, özümü öldürərəm, amma buradan ata evinə qaydası deyiləm. Çünki ata evində gördüyüm münasibət buradakından da beş betər idi
mənim ata evimə təzədən qayıtmağım mənim üçün dözülməz bir hal olacaq. Çünki evə qayıtdımsa, qardaşım, atam, bacım, hamı gələcək, başıma yığılacaq, hamı məni tənbih eləyəcək, məni utandıracaqlar, həyatımı zəhər eləyəcəklər. Mən o ailədən qaçaraq bunun yanına gəlmişəm, sığınacağım idi. İndi isə o da mənə hücuma keçib, mən qaydası deyiləm. Təbii ki, bıçağı boğazına tutandan sonra kişi doğrudan da qorxur, doğrudan da ikinci dəfə polis çağırır və polis vasitəsilə psixiatrik briqada ilə qızın əl qolunu bağlayırlar, təcili xəstəxanaya aparırlar, intihar riski var və s. və s. Xanım bu qəzəbi bağışlayası deyil. Və indi qayıdıb klinikadan buraxıblar ki, müvəqqəti emosional affekt olub, münaqişə əsasında psixi xəstəliyi yoxdur. Sakitləşəndən sonra evə buraxıblar ki, cinayət məsuliyyətinə cəlb olunmasın, çünki körpə uşağı var və s. Və xahiş edirlər ki, mütləq şəkildə siz hər ikiniz ailə münaqişəsi ilə bağlı ailə münasibətləri üzrə mütəxəssislərə müraciət edin, psixoloqlara müraciət edin. Amma ona baxmayaraq, xanım hələ də psixoloqa müraciət etmir, rəfiqələrlə məsləhətləşir. Rəfiqələr də sağ olsunlar, bir neçə yaxşı məsləhət verirlər. O məsləhətlərin nəticəsində xanım çalışır ki, biganə özünü aparsın. Bir ara düşünür ki, yox, başqa məsləhət verirlər ki, özlü bir qürurlu göstər, söz deməyə imkan vermə. Və nə qədər belə yaxşı məsləhətlər, dırnaq arası yaxşı məsləhətlər versələr də, bu məsləhətlər müvəqqəti olaraq diqqətini yayır deyə münaqişə təkrar yarana qədər təsirli olur. Amma hər hansı məqamda yoldaşı da dəyişilmiş münasibətlə qarşı aqressiyası olanda, irad tutanda münaqişə dərhal yenə də başlayır. Deməli, problem həll olunmur. Çünki problemin kökündə duran məsələ, baxın, dedik, addən kişilər psixoloqlara getmir. Fakat sizə bir sir deyim. Mənim bu il ərzində sırf ailə münasibətləri ilə bağlı müraciət edən şəxslərin arasında birinci müraciət edən kişilər çoxluq təşkil edir. Paradoks. Amma siz yəqin ki, başqa psixoloqlardan eşitdiniz, mütəxəssislərin eşitdiniz sözləri deyirsiniz. Kişilər psixoloqa müraciət edir. Amma qadın birinci müraciət edibsə, ailə münasibətlərində və siz qadınla necə terapiyanı aparmazdan asılı olaraq, təbii ki, sonradan kişinin dəvətləri o da mütləq gəlməlidir desəniz, yəni dəvət etmək tərzi, qarşı tərəfi də dəvət etmək tərziniz, təklifiniz ona əlverişli olmadığına görə gəlməyibdir. Və ona görə doğrudan da, əgər kişi terapiyaya gəlmirsə, bu və boşanmırsa, hər iki hal düşünmək lazımdır. O deməkdir ki, mütəxəssis ailə üzvlərini terapiyaya cəlb edə bilmir. O demək deyil ki, o kişi xanımının terapiya, konsultasiya gəlməyinin pulunu ödəyirsə, amma özü gəlmirsə. O demək deyil ki, o biganədir ya da ailəsinin dağılmasını istəyir və soruşmaq lazımdır. Bəzən kişi çox sadə cavab verir ki, mən artıq münaqişəni həll etmək istəmirəm, boşanmağı qərarımı vermişəm. Onda psixoterapevtik seanslara gəlməməsini tam məntiqli başa düşürük. Mənə maraqlı deyil artıq səbəbi. Qətiyyən, anama çox pis sözlər, təhqir edici sözlər dedi. Ondan sonra mən ona dedim ki, sən mənim artıq həyat yoldaşım deyirsən, boşanıram. Və boşanmaqda qətiyyətliyəm. Onda kişi konsultasiya gəlmirsə, okey, onun qərarıdır və məntiqlidir. Xanımın da ailəmi qorumaq istəyirəm, ailəmi saxlamaq istəyirəm motivi yalnız fərdi konsultasiya vasitəsilə təyin oluna bilər ki, onun münasibətdə ünsiyyət qurmaq modelində xətaları nədən ibarətdir? Amma başqa bir ekstremal şəraitdə deyim, pasiyentlərimin biri Azərbaycanlı xanımdır, Amerikada yaşayır və həyat yoldaşı Amerikalıdır. Təmiz ingilis dilində danışır, nə Azərbaycan dili, nə rus dili bilmir deyən, onunla ingilis dilində də mən konsultasiya apara bilmirəm. Mənim ingiliscəm çox zəifdir ona görə. Ona görə də sərbəst konsultasiya aparmaq üçün yetərli deyil. Təsəvvür edin ki, indi xanımla görüşürəm və deyirəm ki, biz sizinlə belə bir model danışa bilərik. Əgər biz psixoterapevtik ailə terapiyası seanslarını aparmağı qərarlaşsaq, biz belə eləyə bilərik. Mən sizinlə həftədə bir dəfə görüşəcəm və ikinizlə birlikdə həftədə ikinci dəfə görüşəcəyik. İkinizlə birlikdə görüşəndə siz yoldaşınızın sözlərini mənə olduğu kimi tərcümə etməyə çalışarsınız. İmkan daxilində mən də çalışıram ki, dəqiqləşdirici suallar verərək onun fikirlərini öyrənim. Qalan vaxtı həftə içi mən sizə verdiyim tövsiyələrlə siz həftə içi yoldaşınızla o tərzdə davranışı davam edə bilərsiniz.
Yoldaşla ayrıca fərdi görüşlər apara bilmirəm artıq. Ona baxmayaraq, ailə terapiyasının strategiyasını aparmaq olar və nəticə əldə eləmək olar. Çox da gözəl nəticə əldə olunur. Deməli, birinci növbədə xanımın nümunəsinə deyəcəm. Birinci növbədə ailə münaqişəsində bir də qeyd edeyim, bir neçə insan varsa, ailə üzvlərinin hər birisinin tələbatı ödənilməlidir. Və tələbat çox vaxtı psixoloji tələbatdan bəhs edilir, amma eyni zamanda maddi və fizioloji tələbatlar da daxildir. Maddi tələbat əslinə qalsa bu maddi tələbat deyil, maddi tələbat daha çox əsas tələbatları ödəmək üçün, həm fizioloji, həm psixoloji tələbatlar. Misal üçün, biz hansısa bir cihaz alırıqsa, hansısa bir geyim alırıqsa, bu bizim fizioloji tələbatımızı ödəmək üçün deyil. Bu bizim ünsiyyət və sevgi tələbatımızı ödəmək üçündür. Misal üçün, kimsə sizə bir hədiyyə alırsa, bu hədiyyənin dəyəri daha çox o insanın sizə diqqət yetirməsi, sizə əhəmiyyət verməsi işarəsidirsə, deməli sizin ünsiyyət və sevgi tələbatınızı ödəyir. Amma yox, siz hansısa bahalı bir brend almaq istəyirsiniz ki, rəfiqələriniz baxıb sizə paxıllıq eləsin, deməli o əşyanı almaq yenə də pulla ödənilir. Sizin özünüzü təsdiq etmək tələbatınızı ödəyir. Yox, əgər siz hansısa bir cihaz alıb istəyirsiniz, hətta cihaz alması ilə istəyirsiniz, o cihazı alasınız ki, hər hansı bir itki olsa, əşyalarınız itsə, onu vaxtında tapa biləsiniz. Deməli, eyni pul, eyni cihaz, amma təhlükəsizlik tələbatınızı ödəyir. Ona görə tələbatın hansı tələbat olduğunu öyrənmək üçün soruşmaq lazımdır ki, bu sizə nə verir, belə Loro desək, ya da bu addımda o sizin hansı ehtiyaclarınızı ödəyir. Bu münasibət nəticəsində siz nə əldə edirsiniz? Bu münasibətlər sizin üçün necə dəyərlidir? Nəyə əsasən qurulur? Deməli, birinci növbədə iki insan arasında olanda dəqiqləşdirəcəyimiz məqam nədir? Hər iki tərəf sülh razılaşmasına hazırdırmı, yoxsa yox? Yəni, vacib məqamdır. Çünki A nöqtəsində biz gedəcəyimiz istiqaməti dəqiqləşdirməliyik. Siz barışıq əldə edib, xoşbəxt yaşamağı istəyirsinizmi, boşamadan? Boşanmaq əgər yeganə çıxış yolu kimi görürsünüzsə, dırnaq arası deyək, peşəkarlar sizə onsuz da dəstək verici bir tövsiyələr veriblər. Deyəcəklər ki, yoldaşınız narsistdir, psixopatdır, abuzerdir və o sizi heç vaxt sevməyibdir və bu münasibətdə yeganə çıxış yolu boşanmaqdır. Bu arada sual yaranır. Mütəxəssis nəyi mütəxəssisidir? Nəyi təmir edir? Lorun desək də, çox belə sadə dilə deyirəm. Nəyi təmir etmək qabiliyyəti var? Əgər sadəcə sizə ümidsizlik yaradırsa, problemin həlli ilə bağlı heç bir çıxış yolu verə bilmirsə, deyə bilər, düzdür. Deyə bilər ki, bu məsələlərdə həlli yolu yoxdur. Amma doğrudan mı bu məsələlərdə həlli yolu yoxdur? Əgər iki insan da münasibət problemidirsə, münasibət dəyişilə bilən bir problemdirmi? Gəlin sadə sual verirəm. Bu sualları pasiyentlərə də veririm. Məsəl üçün deyirəm ki, xanım, düzmü başa düşdüm ki, sizin yoldaşınızla aranızda hal-hazırda olan münasibət problemi hal-hazırda daha çox münaqişədir. Yəni, siz bir-birinizlə mübahisə aparırsınız, bir-birinizə sözünüz düz gəlmir. Ona görə siz deyirsiniz, dava edirsiniz, amma əlbəyağa davadan bəhs etmədiniz deyəsən, fiziki xəsarət anlayışını eşitmədim. Deyir, yox, dava edirik, amma sözlə dava edirik, emosional olur. Deməli, sözlə və duyğularla ifadə etdiyiniz sözlər və dediyiniz hadisələr, onlar münasibəti əks etdirir və sizdə aranızda konflikt var. Düzmü başa düşdüm? Deyir, düzdür. Deməli, sizin həyat yoldaşınız da ailəni saxlamaq istəyirmi? Deyir, bəli, o məni sevir. Biz dava eləyəndən sonra gəlir, mənim əllərimdən öpür, qucaqlayır, mənim bağrımına basır, deyir ki, mən səni sevirəm, mən səninlə mübahisə etmək istəmirəm, inan, mən evə gələndə istəyirdim sənə xoş sözlər deyim, sənə qayğı göstərəm. Necə olur ki, biz hər dəfə çalışırıq, mehriban olaq, dava çıxır, özüm də heç bilmirəm. Amma sən mənim elə zəif nöqtələrimə toxundun ki, mən artıq özümü saxlayamadım. Bilmirəm niyə mən belə oluram, amma özümü cilovlaya bilmirəm. Və mən də eynisini deyirəm. Mən səni toydan qabaq daha çox sevirdim, nəinki indi. Çünki sən toydan sonra mənim qəlbimə toxunursan, mənliyimi alçaldırsan. Mən bunu dözə bilmirəm. Ona görə mən də sənə cavab verirəm. Çünki biz deyəsən nəyisə düz eləmirik. Aha, aydın oldu. Deməli, hər ikiniz ailəni saxlamaq niyyətindəsiniz. Amma çıxış yolu görürsünüzmü? Deyir, yox. Yeganə çıxış yolu bu cür durumdan, bu cür münasibətdən yeganə çıxış yolu görürük, boşanmaq.
Başqa hər nə isə ağlımıza gəlibsə sınamışıq. Yəni hər nə isə ağlına gələndə belə yalnız həlli olacaq metoddan başqa hər şey sınayıblar. Sadə deyim, əgər insan baş ağrırsa, baş ağrısı dərmanından başqa hər nə içsə baş ağrısı keçməyəcək. İnsan da deyir, bütün dərmanları içmişik, amma baş ağrısı dərmanından başqa. Ona görə bunu bəzən belə dolayısıyla misallarla da izah eləmək lazımdır ki, sizin aranızda münasibət problemi varsa, siz hər nə vəd versəniz də, hər nə sınaq eləsəniz də, münasibətiniz dəyişilməsə, sizin münaqişəniz yenə də yaranacaq. Elə çıxır ki, siz indiyə kimi sınadığınız metodlar sizin özünüzə aid olan metodlar deyildi, qarşı tərəfə aid olan metod idi. Yəni, mən səni bağışlayıram, yəni, o nə deməkdir? Üzr istəmək, bağışlamaq kömək eləyirmi münaqişə olanda? Kim sınayıbsa və ya xanıma bir yazmışdı, 25 il dözmüşəm, sonra ayrılmağa məcbur oldum. Təəssüf ki, təbii ki, yoxlayıblar. Dəfələrlə bir-birindən üzr istəyiblər ki, nədir? Ailə dağılmasın. Bizdə Azərbaycanın ailə dəyəri yüksək dəyərlərdən biridir. Ona görə də insanlar ən son məqamda boşanmağı düşünür. Deməli, çox səbr ediblər və dəfələrlə günahını dərk etmədən belə, səhvini görmədən belə insan üzr istəyirsə, deməli, bəli. Deməli, bu insanın niyyətini göstərir. Okey. Deməli, sizin münasibətinizdə yaranan konfliktin bünövrəsində duran səbəb sizə hələ də bəlli deyil. Sadəcə sizin cəhdləriniz onu göstərir ki, siz ailəni saxlamaq niyyətindəsiniz. Bu çox gözəl məqamdır. Növbəti etap nədən ibarətdir? Yoldaşınız da ailənizi saxlamaq üçün, münasibətlərdə dəyişiklik əldə etmək üçün o mövcud olan yolları sınamağa hazırdırmı, yoxsa yox? Xanım deyir ki, nə deyirsiniz, deyin, mən eləyəcəm. Məndən əlimdən gələni eləməyə razıyam. Amma psixoloqun qəbuluna gəlməklə bağlı hələ soruşmayın. Çünki o bilmir ki, psixoloqun qəbuluna niyə gəlməlidir? O düşünür ki, böyük ehtimalla, bunu dəqiq bilmirəm, amma sınaq edirəm, ehtimal edirəm. Xanım əgər psixoloqa gəlibsə birinci, yaxud bəy birinci gəlibsə, qarşı tərəf bilirsinə fikirləşir. Yoldaşı gedib psixoloqun beynini doldurubdur. Mən indi gedəcəm psixoloqun yanına, onun psixoloqunun yanına. O da oturub məni tənbih eləyəcək. Deyəcək, günah səndə də ağıllı ol. Çünki daha öncəki təcrübəsində bunu dəfələrlə görübdür. Anasının yanına aparıb, xalasının yanına aparıb, bibisinin yanına, xalası qızın yanına, hamısı da qızı tənbih ediblər. Qız getməyəcək. Dediyim kimi bu ilin ərzində, misal üçün məhz bu ilin ərzində ailə münasibətləri problemində bir çox hallarda mənə birinci müraciət edən kişi xeylağı olubdur. Və bu saatda elədir. Hal-hazırda da ailə terapiyasına bağlı apardığım cütlüklərdə kişi müraciət edən haldır və xanım tamamilə passivdir. Ümumiyyətlə deyir ki, mən ümidsizəm və inanmıram ki, bu nəsə bir nəticə olacaq bizim münasibətdə. Çünki axı sizlə biz gəlib danışmağımızla qaynanam necə dəyişiləcək? Çox qəribə sualdır. Çünki insanın mövqeyini göstərir, münasibətini göstərir. Amma problemin həllinə cəhdi göstərmir. Niyə görə? Çünki doğrudan da düşünür ki, problem qaynanasındadırsa, mən burada sizlə danışmaqla qaynanam necə dəyişiləcək? Heç cür. Və problemin həllini yalnız onda görür ki, qaynanası dəyişilsin. İndi ona sual vermək də lazımdır. Yaxşı, qaynananız, problem qaynananızdadırsa, qaynananız konsultasiya gələsidir, onu gətirə bilərik. Deyir, xeyr, nə danışırsınız? Mən ona desəm ki, bizim münaqişəmizi həll etmək üçün psixoloqa müraciət etmişəm, o deyəcək, düz eləmirsən, doğrudan da sənin başın xarabdır, sənin başını düzəltmək lazımdır və bunu təhqir kimi istifadə edəcək bundan sonra. Amma desəm ki, siz də gəlin, deyəcək, nə? Hələ mənə dəli dediyim bəs deyil, hələ mənə istəyirsən psixoloqun yanına aparasan ki, o da mənə dəli desin, səni də sənin psixoloqu da başınıza oynaçaram, bir-birinizə qatarım və qətiyyən gəlməyəcək. Deyirəm, əla. Çünki biz artıq başa düşdük ki, problemin həlli ilə biz məşğul olmalıyıq, qaynananız yox. Ona görə gəlin biz birinci növbədə qaynananızın yox, sizin yoldaşınızın ailədə hal-hazırda gün ərzində qaynananızla münasibət olmayan günlərdə münaqişə nədən qaynaqlandığını bir yerdə aşkar edək və o problemi həll edək. Münasibət problemini həll edək. Əgər siz yoldaşınızla münasibətdə o problemin həllini, səbəbini tapsanız, həll edə bilsəniz, mən də sizə dəstək olacağam. Sonra ola bilər ki, eyni modeli qaynananızla da münasibətdə tətbiq edərik. Amma o sonraki mərhələ olsun. Yaxşımı? Xanım deyir, okey. Yəni, ailə üzvlərindən kənarda digər şəxslər də münaqişəyə daxil ediliblərsə, onlarla
növbəti mərhələdə hələlik onlara müdaxilə etmək lazım deyil. Yalnız ailə üzvləri. Amma ailə üzvləri bir evdə yaşayan 10 nəfərdirsə, o 10 nəfəri də cəlb etmək əslində qalsa məqsədə uyğundur. Ailədə bu 2 nəfərdir, qaynanası ayrı yaşayır öz qızı ilə, deməli o qaynanası bu ailəyə daxil deyil. Amma misal üçün, uşaqlar, qaynana, qaynata, gəlin və bəy bir yerdə yaşayırlar. 6 nəfərdirlər. Deyirəm, gəlin birinci növbədə biz 4-ümüz görüşək. Qaynana, qaynata, gəlin və oğlu. Amma uşaqları hələlik qatmayaq. Çünki biz aşkar eləyək ki, əsas sizin aranızda münasibət nədir? Uşaqlar hal-hazırda onların davranışı ailədə kimə necə təsir etdiyini araşdırarıq. Amma bəzi məqamları uşaqların yanında müzakirə etməyin. Lazım olsa sonra uşaqları da daxil edərik. Razısınızmı? 2 mərhələyə böldük. Deyir ki, qaynanamla qaynatam gəlməyəcək. Deyirəm, onda siz belə eləyin. Qaynatanıza deyin ki, hər kəsi dəvət etmək qaydası var. Deyə bilərsiniz ki, bilirsiniz, biz ailəni saxlamaq istəyirik və istəyirik boşanma gəlib çatmasın da, artıq münaqişələr bezdirib bizi. Ona görə biz mütəxəssisə müraciət elədik. Mütəxəssis dedi ki, ailədə neçə nəfərsiniz? Biz dedik, 4 nəfər yetkin insan, 2 nəfər uşaq. O dedi ki, mən sizi gəncləri qulaq asdım, sizin fikirləriniz, sizin düşüncələriniz mənə aydın oldu. Amma ədalətli qərar vermək üçün və sizin münasibətdə problemi həlli istiqaməti olub-olmadığını dəqiq demək üçün gərək sizin ailənizdə bu saat olan digər 2 yetkin insanın da şəxsi fikirlərini öyrənin. Onların fikirlərini öyrənmədən obyektiv və dürüst qərar vermək mümkün deyil. Və bu halda siz onu yetkin insanları dəvət edəndə yalnız onları dinləmək üçün, onların da fikrini öyrənmək üçün çağırırsınız deyən insanlar qatılacaqlar. Yenə şübhə ilə. Amma sizdə problem görmürəm. Sizin fikriniz çox önəmlidir. Çünki siz ailənin içindəsiniz və siz ağsaqqalsınız, ağbirçəysiniz, siz hər şeyi bilirsiniz. Xanım müraciət edibdir ki, yoldaşım konsultasiya gələsi deyil, problem ondadır. Problemin tərsləri bəlli olandan sonra hər ikisi ailəni saxlamaq istədiyini fərq edəndən sonra birinci mərhələ hər ikisi ailəni saxlamaq istəyir. Keçirik ikinci mərhələyə. İkinci tərəfi cəlb etməyə. Bax, ona görə deyirəm ki, əgər kişilər gəlmir deyirlərsə, deməli qadınları qəbul edirlər, qadınların vasitəsindən kişini cəlb eləyə bilmirlər. Ya da əksinə, kişilər gəlirsə, kişilərin vasitəsindən qadını cəlb eləyə bilmirlərsə, doğrudan da ailə terapiyası alınmır. Və fərdi seanslarda nələr danışılır, bir Allah bilir. Çünki bu artıq şəxsiyyət arası münasibətinə aidiyyəti olmayan konsultasiyadır. Və ona görə də ailəni saxlamaq imkanı yaranmır. Münaqişə həll olunmur. Deməli, kişi gəlibdir, eyni söz deyirik və deyirik ki, sizin həyat yoldaşınız da mütləq gəlməlidir. Çünki onun da fikrini öyrənmədən yalnız sizin sözlərinizə əsasən həqiqəti bilmək, münaqişənizi yaradan əsl səbəbləri görmək imkanı yoxdur. Gərək onun da fikirlərini öyrənək, onu hal-hazırda yalnız dinləmək üçün, onun fikirlərini öyrənmək üçün onunla bir görüş keçirmək istəyərdik. Xanım gələndən sonra deyir ki, bilirəm, indi yoldaşım sizin beyninizi doldurub, deyir, xeyr, sizin yoldaşınız dediyi, yalnız onunla birbaşa görüşümüzə aidiyyəti var. Onunla görüşdə o nə dediyini sizə onsuz deməyə ehtiyac görmürəm, çünki siz özünüz də soruşa bilərsiniz. Digər tərəfdən, sizi görmək və sizinlə danışmaq istəyim ondan ibarətdir ki, birinci növbədə sizlə həyat yoldaşınız arasında da bu münaqişələr. Ona görə siz bir ailə üzvü kimi bu münaqişənin içindəsiniz. Siz kənar şəxs deyilsiniz. Siz özünüzü necə hiss edirsiniz, necə yaşayırsınız, hansı cəhdlər eləmisiniz, nə alınıb, alınmayıb. Sizin fikirlərinizi öyrənmək istəyərdim ki, görüm doğrudan da münasibətinizdə nə dəyişmək olar? Əgər o dəyişikliklə sizin münasibətinizi ideal etmək olarsa, sizdən də ona görə aydın bir xahişlərim olacaq ki, hansı aydın olaraq sizə bir yol göstərəcəm ki, siz də bunun üçün nə edə bilərsiniz? Yolu biz düzgün seçsək, istiqamətimizi, yəni terapiya strategiyamızı düzgün seçsək, onda sizə də aydın olacaq ki, sizin öhdənizə nə düşür, yoldaşınızın öhdənizə nə düşür. Hələlik isə kim günahkardır, kim günahkar deyil, maraqlı deyil. Bunu müzakirə etmirik. Xanım ondan sonra qulaq asır, deyir, okey, başlayır danışmağa, biz də diqqətlə dinləyir, deyir, çox sağ olun, aydın oldu, bildim. Bəs onda nə istədiniz? Aydın oldu. Və davam, onun öz şəxsi tarixçəsini dinləyirik. Çox vaxt onlar tarixçəsini danışanda
Biz də onu dinləyəndə dəqiqləşdirici suallar veririk. Qətiyyən tənqidsiz dinləmə, qətiyyən günahkarı axtarmamaq, qətiyyən və heç bir fərziyyə etməmək. Bəlkə siz belə eləsəydiniz daha yaxşı olardı və yaxud hər hansı dərhal hansısa bir dəyişiklik etmək üçün ağıl, örnək, nəsihət verməmək. Mən sizin yerinizdə olsaydım belə eləyərdim. Çox primitiv və heç belə deyək, psixoloq işi deyil bu cür məsləhətlər vermək. Qətiyyən belə şeylər olmaz. Çünki o cür rəftarınız ilk növbədə həmin ilk dəfə sizin yanınıza gələn ikinci deyək üzvü sizdən üz döndərəcək, sizdən küstürəcək. Sanki siz onu tənbih edirsiniz. Sanki deyirsiniz ki, ağlınız çatmıyor bunu eləməyə, o qədər ağılsızsınız. Yəni siz mədəni danışa bilərsiniz, amma verdiyiniz suallarda bəs belə şey niyə sınamamışsınız? Bax, belə bir şey eləməmişsiniz. Belə suallar verəndə sanki siz onda bir təəssürat yaradırsınız ki, güya siz ondan çox ağıllısınız, çox zəkalısınız, çox kamilsiniz. Osa ağıldan kəm biridir, əqli geriliyi olan biridir. Və insan bu mövqeydə, bu rolda özünü görəndə təhqir olunmuş hiss edir özünü, alçalmış hiss edir. O onda ən aşağısı psixoloji sıxıntı yaradır. Və o psixoloji sıxıntı yaşanan yerdə hansı insan ki, harada baskı görür, oradan qaçır. Ona görə növbəti seansınıza gəlməyəcək. Və bunu görmək çox asandır. Ona görə qətiyyən tənbih etmək olmaz, ağıl, örnək, nəsihət vermək olmaz və fərz etmək olmaz. Bəs belə eləsəydiniz nə olardı? Sanki siz artıq həlli yolunu bilirsiniz. Yox. Bu mövqeylər birinci növbədə pasiyenti sizdən uzaqlaşdırır. Üstəlik bu cür bayağı məsləhətlər münaqişənin həllinə heç bir göstəriş və yaxud kömək etmir. Bu ailə terapiyası deyil. Problemin təhlili və həlli deyil. İndi qayıdırıq ikinci mərhələyə. İkisini də görüşəndən sonra deyirik ki, sizə şad xəbərimiz var. Sizin aranızdakı münasibət həll oluna biləcək münasibətdir və sizin probleminizi həll etmək üçün aydın bir strategiya təklif eləmək istəyirəm, psixoterapevtik strategiya. Ona görə üçüncü görüş təklif edirəm keçirdək ki, necə biz addım və addım və hansı müddət ərzində sizin probleminizi tamamilə həll edə bilərik. Bu mövzuda sizə təklifimi irəli sürüm və o təklifi bir yerdə müzakirə edək, sizə də tam aydın olsun. Ondan sonra siz qərar verə biləcəksiniz ki, bu tərzdə görüşlərimizi davam etmək istəyirsiniz, yoxsa yox? Məncə, birinci və ikinci görüşdən sonra bu üçüncü görüş çox məntiqlidir. Deməli, birinci görüş olur ailə üzvlərinin biri ilə, adətən. Sonra ikincisini cəlb edirik, onu da dinləyirik. Ondan sonra üçüncü görüşdə artıq onlar barışmaq istəyi olan və münaqişəni həll etmək istəyi olan və boşanmamağa qərar verən şəxslərdir. Lakin hələ də onların arasında münasibət modeli dəyişilməyibdir. Və onlara birinci növbədə biz nəyin üzərində çalışacağımızı aydın şəkildə göstərmək lazımdır. Aydın şəkildə necə göstərmək olar? Misal üçün, mən çox vaxt belə sual verirəm. Çox sadə bir sual verirəm. Deyirəm, çox yaxşı ki, siz üçüncü seansa gəldiniz. Bu üçüncü görüşümüz çox vacib görüşdür. Ona görə sizə istəyirəm ki, aydın və şəffaf suallar verəcəm. Siz də necə görürsünüz, elə deyin. Səmimi olun. Baxın, sizin aranızdakı münasibət hansı sahəyə aiddir? Necə yəni? Deyirəm, bax, insan ürəyi ağrıyanda kardiologiyadır. İnsanın, nə bilim, mədə bağırsağı ağrıyanda o gastroenterolog həkimə müraciət etməlidir. Sizdə problem hansı sahəyə aiddir? Onlar deyirlər ki, münasibətə təbii ki. Münasibət problemidirsə, bu psixologiyaya aiddir. Və psixologiyada münasibət ən tez həll olunan və tamamilə heç bir fəsadı olmadan davamlı, sabit nəticə verən bir terapiyadır. Yəni, siz təsəvvür edin ki, psixologiyada müxtəlif psixoloji pozuntular var. Bax, götürək, generalizə olunmuş təşviş pozuntusu olanda insan aylarla gəlir seanslara və nə qədərsə tənzimləsə də təşvişli fikirlərini, amma təkrar o fikirlərə qayıda bilərmi? Bəli, qayıda bilər. Hansısa bir krizis dövründə. Posttraumatik stres pozuntusu. İnsan xoşbəxt yaşayırdı, problemlərdən qurtulmuşdu. Hansısa bir bərbad hadisə baş verdi, təkrar travmatik seanslar, travmatik durum yaşadı. Ola bilər. Amma ailə münasibətləri problemi
ünsiyyət bacarıqları dəyişiləndən sonra, ünsiyyət modelləri dəyişiləndən sonra insanlar illərlə artıq o problemlərə qayıtmırlar və yeni bacarıqlar əldə etmiş olurlar. İnsanlar yenə çətinlik çəkirlər. Deyirəm, yaxşı, təsəvvür edin ki, biz riyaziyyat üzrə münasibət qururuq. Riyaziyyat üzrə münasibət qurmaq üçün, riyaziyyat müəllimi ilə eyni dildə danışmaq üçün biz gərək vurma cədvəlini ən aşağısı öyrənək. Deyir, bəli. Vurma cədvəlini öyrənəndən sonra siz artıq müəllimin suallarına, müəllimin sizin suallarınıza, yəni riyaziyyat dilində danışmağınız çətinlik yaratmır ki. Deyir, xeyr. O deyəndə ki, 3 vur 3 neçə eləyir? Siz deyirsiniz 9. Siz sorsanız 4 vur 4 neçə eləyir? O da deyəcək 16. Yəni sizin riyaziyyat dilində təmasınız eyni olacaq. Ünsiyyətiniz də konfliktsiz olacaq. Niyə görə? Siz deməyəcəksiniz ki, yox, nə danışırsan? 4 vur 4 16 eləmir, 14 eləyir. Siz səhv deyirsiniz. Yəni sizin aranızda münaqişə yaranası deyil. Düzdürmüdür? Təqribən aydın oldu. Bu misalı niyə görə izah edirdiniz? Bax, ailə münasibətlərində də sizdə problem həll olunandan sonra eyni cür sizdə sual yaranmayacaq. Nə edək? Çünki razılığa gəlməyiniz üçün bünövrəniz olacaq. Vurma cədvəlini öyrənindən sonra vurma cədvəlini yaddan çıxartmaq asandırmı? İnsan yaddan çıxarda bilirmi vurma cədvəlini bir dəfə yaxşı öyrənibsə? Həyatı boyu tətbiq eləməsəniz belə, nəsə yadınızdan çıxa bilər. Hə, ola bilər, illər boyu tətbiq eləməmişsiniz, nəsə yaddan çıxa bilər, amma qısa təkrarlamadan sonra yadınıza düşür. Ailə münasibətlərində siz o ailə münasibət modelini hər gün təkrarlayırsınız. Elə bil ki, vurma cədvəlini hər gün istifadə edirsiniz. Təbii ki, yaddan çıxmır. İndi təqribən başa düşdünüzmü nəyin üzərində çalışacağıq? Bəli, sizə ünsiyyət modelini hal-hazırda həm bəy sizin, həm xanım sizin, ola bilər ki, bayaq qeyd edildiyim kimi 2 qardaş olsun. Deyə bilərik ki, bax, siz 2 qardaşsınız, bir evdə yaşayırsınız. Hər ikinizə münasibətdə münasibət modelinizdə hansı anlarda, hansı xətalara yol verirsinizsə, o xətaları aradan qaldırandan sonra sizin aranızda münaqişə yaranmamalıdır. Aydın oldu mu? Aydın oldu. Niyə də yaransın ki, əgər problem yoxdursa artıq? Gəlin biz baxaq necə münaqişə yaranır. Birinci növbədə biz gərək qərar verək ki, biz münasibətləri idarə edirik. Münasibətləri dəyişməyə çalışırıq. Günahkarı cəzalandırmağa çalışmırıq. Münasibət problemini həll etmək üçün razısınızmı? Günahkarı cəzalandırmaq, günahkarı tapmaq, günahını boynuna almaq problemin həlli deyil. Bəzən insanlar bax, bu ikinci mərhələdə deyilir, razı deyilik, elə deyil. Günahkar boynuna günahlarını alsın, bir də səhvlərini eləməsin, problem həll olunacaq. Deyirik, gəlin baxaq, gəlin bir eksperiment quraq. Onlara sübut eləmək lazımdır ki, günahkarı tapmaq çıxış yolu deyil. Amma baxın, bütün dünyada, Azərbaycanda da əsasən günahlandırmaq vərdişi var. Və ona görə də insanların ən çox sağlam sayılan insanların psixoloji komplekslərindən biri günahkarlıq kompleksidir, biri natamamlıq kompleksidir. Ən çox yayılan komplekslər bunlardır. Natamamlıq kompleksi heç vaxt günahı öz boynuna götürmür, həmişə başqasının boynuna atır məsuliyyəti. Günahkarlıq kompleksi heç bir günahı olmayan yerdə belə birinci növbədə günahı öz boynuna götürməyə vərdişi yaranıbdır. Və bir də soruşuram, bu vərdiş yaranıbsa, deməli bu vərdişi təkrar etməyə ona kimsə öyrədibdir. Əgər insan danışmağı öyrənibsə, bu da bir vərdişdir. Vurma cədvəlini öyrənibsə, bu da bir vərdişdir. Günahı öz boynuna götürməyə öyrəşibsə, deməli bunu da kimsə nə vaxtsa öyrədibdir. Təəssüf ki, bizim valideynlərimiz də, bizim tərbiyə prosesimizdə tərbiyənin günahlandırılmaqdan ibarət olduğunu düşünür. Və ona görə bəzi valideynlər uşağı utandıraraq, utanmırsan, günahı boynuna al, cəzan yüngül olacaq deyərək bizi günahı boynumuza almağa, hətta günahkar olmadığımız halda belə günahı boynumuza götürməyə bizi öyrədirlər uşaqlıqdan və bu vərdiş qalır insanlarda sanki bir xroniki vərdiş. Günahı bu başdan öz boynuna götürür ki, mübahisə yaranmasın, tənqid olunmasın, heç kəs səsini ucaltmasın. Yəni bu da bir vərdişdir. Əgər biz bu vərdişdən qurtulmaq istəyiriksə, deməli birinci o vərdişin səhv olduğunu bilməliyik. Biz keçmişə qayıdıb atanı, ananı günahlandırmaqla buna nail olmayacağıq. Ya da atadan, anadan üzr istəməklə, onları bağışlamaqla problem həll olunmayacaq. Yəni bu cür yanaşmalar da ailə terapiyasının heç bir aidiyyəti yoxdur. Baxmayaraq ki, onların bir çox istiqamətlərdə psixologiya yaxın hesab olunur. Amma onlarda çox vaxtı
niyəsə ailə sözünü istifadə edirlər. Mən sizə deyə bilərəm niyə görə. Çünki ailə münasibətləri problemi çox yayılmış bir problemdir. Və bu sahədə hər kəs bir addıma, bir kəlmə ilə problemlərin hamısını həll edə biləcəyi vədlər verərək insanları aldatmağa meyillidirlər. Çünki insanların problemi var, problemin həllini istəyirlər tapsınlar. İndi yaxşı, digər tərəfi düşünək. İnsanlar hansısa bir problemin həllində və yaxud mən dediyim kimi, baxın, günahkarlıq kompleksi hiss edən və natamamlıq kompleksi hiss edən insanlar. Natamamlıq kompleksi olan insanlar uşaqlıqdan öyrəşib ki, günahkarı qarşı tərəfdə görsün. Münaqişə vaxtı, hətta özünü günahkar hesab edən insan özünü qorumaq üçün deyir ki, o mənim üstümə hücum eləyir. Artıq bir-birini günahlandırırlar. Və sizin ailə münasibətinizdə problemin olmasının daha doğrusu günahı əslinə qalsa ulu babanızda olduğunu izah eləyən insan ya da hansısa sübut eləyən, dırnaq arası sübut eləyən, fərz edən daha doğrusu hər hansı bir nəzəriyyə sizə o qədər doğma gələ bilər ki, çünki sizin vərdişinizə uyğundur. Mən elə bilirdim problem qaynanamdadır, amma sən demə qaynanamda deyil, mənim nənəmdəymiş ya da ulu nənəmdə. Ulu nənəm vaxtı ilə qaçaq nəbi ilə dostluq eləyibdi. Ona görə, onun günahlarına görə mən bu saat qaynanam problemi yaşayıram. Absurd bir şey, düzdürmü? Amma ailə dizini bax bunun üzərində qurulubdur. Baxmayaraq ki, onu da psixiatr fərz edibdir və soruşanda ki, bəs siz hardan bilirsiniz ki, onun ulu nənəsi vaxtı ilə qaçaq nəbdinlə dostluq eləyibdi və ətrafdakı hakimiyyət ona qarşı narazılıq eləyiblər ya da nəsə başqa bir şey. Deyir ki, mən yer kürəsinin ətrafında olan energetik bir cəryan var. O cəryandan bu məlumatı oxudum. Yəni, mən misal üçün ulu babam barədə bir-iki tarixçə eşitmişəm və salam. O tarixçələr də onun yaxşı tərəfindən bəhs edibdir. Amma ulu babamla bağlı hər hansı bir insan mənə yeni məlumat desə, mən biləcəm ki, bu insan dələduzdur. Özü uyduraraq boynuma qoyur. Bu absurd olsa da, niyə görə bir çox insanlar bu cür absurdlara inanmağa və bu istiqamətdə vaxtını itirməyə sərf edirlər? Çünki onların hal-hazırdakı mövqeyinə yaxındır. Hər hansı digər tərəfdən falçıların çoxusu eyni tərzdə edir. Bax, xanım yoldaşına münasibət problemi yaşayır. Bu xanıma nə lazımdır? Bu mövzuyla bağlı insanlar falçılara daha çox müraciət edirlər. Bunu da demək lazımdır. İndi baxın, xanım yoldaşına münasibət problemi yaşayır, gedir falçının yanına, falçı deyir ki, sən yoldaşına cadu ediblər, səndən üz döndəribdir. Gəl istəyirsən bir dənə balaca bir nəsə yazdım ora, bir 50 manat ver. Onu cadu vasitəsindən sənə bağlayın fəzdən. Xanım da bunu yazdırır. Amma bu cadu ya dualar yazdıran insanların arasında ailə münaqişəsi olan yerdə hələ sağlam münasibət olduğunu görməmişəm indiyə kimi. Misal üçün, yaxın zamanlarda bir bəy yoldaşından ayrıldı, 12 il mübahisə, qırğın yaşamağına baxmayaraq problemin həllini tapa bilmirlər. Xanım gəlin yanı evdən köçəndən sonra evdə nə qədər qəndlər tapdı, üstünə iynə batırılmış qəndlər, nə bilim nələr, qənd çox uymuş orada nəsə. Üstünə yox tökülmüş qənd, üstündə iplər bağlanmış, sonra çöp bağlanmış, nəsə belə qəribə şeylər tapırdı. Yastığın içindən, döşəyin içindən nesini tapdı. Anası da təəccüblənirdir. Vay, evdə cadugər var imiş ki, əməlli başlı, xəbərimiz yox. Bəs bu cadugəri niyə görə evdən qovdular? Heç nəysiz qovdular. O qədər böyük bir qüvvəsi var idisə, deyir, bu qədər, anası zarafatla deyir, bu qədər qəndləri ora-bura düzməkdənsə, bir dənəsini dilin altına qoyardı, dilini şirin eləyərdi. Heç kəs onu evdən qovmazdı. Neçə il dözdük, axırda oğlum dilə gəldi, dedi ki, mən də artıq bezmişəm. Dözənmirəm, səbrim tükəndi. Halbuki, bünövrədən deyilmişdi ki, ay gəlin, dava eləməyin. Gəlini günahkar çıxartdılar, çünki gəlinin hüquqları az idi. Bu ailədə onun maddi və mənəvi hüquqları az idi. Qanunla hüquqları eyni idi. Amma maddi və mənəvi hüquqları az idi. Günahkar gəlini bilib boşamaq çox asandır. Amma reallıqda günahkarı axtarmaq özü belə yanlışdır. Deməli, bütün dünyada gördüyünüz metodikaların əksəriyyəti psixologiyadan uzaqdır və ziddir. Çünki onlar günahkarı kənarda tapır ya da günahkarı tapır.
Bünövrə olaraq yanlışdır, hə. Əksər problemlər də bəs ondan qaynaqlanır. Niyə görə onlar işə yaramır? Münaqişə problemini həll etmir. Çünki onlar ailə terapiyasındakı münasibət problemini həll etmək üçün olan taktikanın tam əksini göstərir. Biz qeyd edirik ki, yox, qətiyyən buna yol vermək olmaz. Çünki baxın, mən bir insanı günahlandırıram. Hesab edin ki, bax, mən Zeynəb xanımı nədəsə günahlandırıram. Deyirəm ki, günah sizdədir, boynunuza alın. Hesab edək ki, Zeynəb xanım özünü günahkar hesab etməsə də, eybi yoxdan deyil, laf hesab eləsə də, günahı boynuna aldı. Münaqişə azaldı mı, çoxaldı mı? Çoxalacaq və aqressiya yaranacaq və siz hansısa bir sözü deyəndə artıq mən orada başlayacağam o gizlədilmiş, bastırılmış duyğumu daha qabarıq şəkildə sizə qarşı istifadə etməyə və deməyə. Tamamilə doğru. Əgər mən düşünürəmsə ki, qarşı tərəf günahkardır və onu suçluyuramsa, o insan əgər günahını boynuna alırsa, fərqi yoxdur. Həqiqətən günahı varmı, yoxsa yoxdur. Baxın, ünsiyyət necə dəyişilir. Mənim əvvəlki fərziyyəm öz doğruluğunu tapır. Artıq mən doğrudan da əminəm ki, məndə problem yoxdur, elə Zeynəb xanımdaydı, ona görə ki, boynuna aldı. Və ikinci dəfə eyni münaqişə yaşayanda bizim ünsiyyətimiz dəyişilməyəcək. Onsuz da mənim ünsiyyət modelim dəyişilməyibdir. Mənim razılaşmam dəyişilməyibdir. Təkrar oxşar situasiya yaşayanda deyəcəm, hə, keçən dəfə boynumu almışdın, indi boynundan qaçırdırsan. Axı demişdin, günah səndədir, bir də boynumu al. Və mənim psixo-emosional baskım 2 qat qalxacaq. Hətta ikinci dəfə razılaşmaq istəməsə, şiddət göstərilə bilər. Şiddət, psixoloji, emosional və fiziki şiddət göstərilə bilər. Çünki, belə, onda al payını. Bax, şiddətin yaranması da əslinə qalsa günahını boynuna almaqdan başlayır. Birinci günahını boynuna alır, sonra axır deyir ki, bəsdir məni günahlandırdınız, mən artıq dözmək istəmirəm. Məndə günah yoxdur, heç vaxt yoxdur. Deməli, sən yalandan boynumu alırdın və şiddət artır. Hesab edək ki, ikinci mövqeyi seçdiniz. Günahı boynunuza almırsınız. Mən sizi günahkar sayıram, başqa fərziyyəm də yoxdur. Siz deyirsiniz, yox, elə deyil. Bizim mübahisəmiz davam edir, azalmır. Gərginlik azalası deyil. Çünki problemin həlli yolu yoxdursa, mən yenə də öz yeganə fikrimdə qalıram ki, insanın günahı var, amma boynunu almır. Mənim sizə qarşı təzyiqim artacaq. Psixo-emosional təzyiqim günü-gündən artacaq ki, gec-tez səhvini boynuna alsın. Yəni, bir-birində günahkarlıq axtarmaq, günahkarı axtarmaq, günahkar dediyiniz insan boynuna alsa da, üzr istəsə də, üzr istəməsə də, boynuna almasa da, günü-gündən münaqişəni artırır. Özdə fərqi yoxdur. Xanım bəyə qarşı təzyiq göstərir, yoxsa bəy xanıma qarşı. Çünki bu, hər ikisi bir-birinə bağlı olan münasibətdir və ikisinin arasında gərginlik günü-gündən artır və sülh mərhələsi mübahisələr arasında sakitlik, sükut çox azalır, tez sürətlə azalır. Misal üçün, baxın, gənc ailələrdən biri müraciət edib və təəccüblə mən gördüm ki, bəylə xanım bir yerdə gəliblər. İlk konsultasiya bir yerdə gəliblər. Yaxşı məqamdır, çox gözəl bir məqamdır. İkisi də gəlib oturub deyir ki, doktor, gəlin biz belə başlayaq da, siz xanıma verin ayrıca sualları, mənə ayrıca sualları. Çünki biz bir-birimizlə danışmağa başlayan kimi 8 dəqiqə ölçümüz var. 8 dəqiqə qədər biz danışa bilirik, 8 dəqiqədən sonra dava çıxar. Biz evdə özümüzə şərt kəsmişik. 8 dəqiqədən çox danışmayaq. Saat kimi dəqiqdir. Biz başlayırıq nəyləsə bağlı danışmağa, görürük, vaxt getdi, deyirəm, 8 dəqiqə bitir. Hələ ki, dava çıxmayıb, gəl ayrılaq. Otaqdan otağa keçirik, mövzunu bağlayırıq ki, mübahisə yaranmasın. Çünki özümüz də görürük ki, biz 8 dəqiqə limitimiz var da. Bax, 9-10 dəqiqə oldu, artıq ya mən səsimi ucaldıram, ya xanım mənə səsini ucaldır, deyirəm, yenə də başladın. Ben demişdim axı, bəsdir də, nə qədər olar axı? Yenə də 8 dəqiqədə bitirərdim. Təsəvvür edin ki, insanlar hətta özləri müşahidə ediblər ki, problem 8-ci dəqiqədədir və onların arasında yaranan münaqişəni özləri yaradırlar. Bu çox gözəl müşahidə qabiliyyətidir. Bu çox gözəl analitik qabiliyyətidir. Amma yenə də ünsiyyət qabiliyyəti deyil. Ona görə də insanlar gəliblər bu problemlə. Okey, əgər hər iki tərəf qəbul etdi ki, birinci şərtimiz nədir? Sülh razılaşması əldə edirik və ikinci razılaşmamız biz günahkar axtarmırıq,
günahkar axtarmağı yanlış olduğunu izah edirik. Bax, siz də lazım olsa mən göstərdiyim misalla izah edirsiniz ki, günahkarı suçlayanda artırmı, azalırmı? İnsanlar niyə görə günahkar axtarmadığını çox aydın başa düşsünlər. Çünki siz günahkarı axtardıqca, qarşı tərəfi günahlandırdıqca mübahisə böyüyəcək. Mən nə etməyimdən asılı olmayaraq, siz nə etməyinizdən asılı olmayaraq. Bu yolu səhv yoldur. Bu yoldan dönürük. Biz gedirik tamamilə başqa yolda. Biz nə Bir edirik? etap, üzr istəyirəm müəllim. Birinci etap Buyurun. olaraq pasientə bunu izah edirik. Ailə cütlükləri gələndə bu sizin izah etdiyinizi birinci şəkil olaraq, birinci onlara məlumat veririk ki, Birinci- bax budur. Birinci izah elədiyimiz ki, bu çıxış yolu var. Yəni, birinci növbədə çıxış yolu var və problem ünsiyyət problemidir. Bunu izah eləmək lazımdır. İkinci yerdə biz günahkar axtarmırıq, biz problemin həllini axtarırıq. Problemi və onun həllini axtarırıq. Problem sizdə deyil, problem sizin aranızdadır. Münasibət modelindədir. Siz qərəzli bir-birinizin xətrinə dəymirsinizsə, günahkar axtarmaq yanlışdır. Bax, ona görə birinci, ikinci etap kimi bir mərhələ kimi bölsəniz çox vacibdir. Üçüncü mərhələ, günahkar axtarmırıqsa, onların arasında hər hansı bir münasibət modelini təhlil etməyə başlayırıq. Misal üçün, deyirəm ki, ən sonuncu konfliktiniz nə vaxt olubdur və necə olduğunu biriniz danışa bilərsinizmi? Amma biriniz danışarsınız, o birisi dinləyir, redaktə etmirsiniz. O səhv dedi, o düz demədi, demirsiniz. Sadəcə dinləyirsiniz. Mən lazım olan sualları özüm verəcəm. Yaxşı. Misal üçün, bəy birinci başlayır ki, bax, dünən belə oldu, biz hadisə baş verdi, mən getdim, orada mənə belə dedi, dedim ki, stop, bax, siz nəyə fikir verirsiniz? Emosional reaksiya nə vaxt artır? Bəy deyir ki, o mənə belə deyəndə, bir dəqiqə, bu sözümü sizə tətiklədi, triggerləri aşkar edirik. Deyir, bəli, o sözü necə dedi, nə mənada dedi? Xanım deyir, deyim, yox, siz deməyin. Bəy necə başa düşdüyü önəmlidir. Siz nə mənada dediyiniz bizə maraqlı deyilindi. Yaxşımı? Bəy necə başa düşdü? Çünki bəy bu sözə emosional reaksiya verdi. Deməli, bu söz... O ABS 3 bucağa idi. Bəli. Həmənki ABS 3 bucağının praktiki tətbiqi, yəni kognitiv davranış terapiyanın öyrəndiklərinizin bir növrəsinin ailə terapiyasının tətbiqində bax, bunu mütləq üzə vurmaq lazımdır. Yəni, üzləşdirmək, konfrontasiya. Ki, insan görsün ki, həqiqətən bu söz onun duyğularını aşırı dərəcədə qıcıqlandı. Yəni, münasibət probleminin insanda olmadığını, o sözə qarşı reaksiyasında olduğunu da görməlidir. O sözə verdiyi mənada olduğunu görməlidir. Onu görəndə siz deyirsiniz, aydın oldu, çox gözəl. Mən gördüm ki, sizin emosional reaksiyanız ən aşağısı bir sözdə nəyin üzərindədir? Siz də gördünüzmü ki, bu sözə sizin verdiyiniz məna sizi əvəzləndirdi, sizi bu qədər emosional şiddəti artırdı və ondan sonra mübahisə böyüməyə başladı. Deyir, bəli, o məqama qədər duyğularım sabit idi. Aydın oldu, çox sağ olun, bunu xüsusi qeyd edirik, amma bununla bağlı hələlik heç bir tətbiq eləmirik. Heç bir müdaxilə etmirik. Sadəcə qeyd edirik, özümüzdə yazdıraq ki, bax, xanım deyəndə ki, sən kimsən mənə bu sözü deyirsən? Ona, necə mən kimimi? Səsini belə ucaltmağını hiss elədiniz danışıq vaxtı. İntonasiya dəyişildi, baxın, hündürlüyü dəyişildi səsin, cizgilər dəyişildi, baxışlarında kin, qəzəb, təəccüb hissləri gördünüz. Deməli, əvvəlki sabitlik pozuldu. Siz onunla danışarkən, dinləyərkən o sabitlik pozulduğunu görən kimi stop eləməlisiniz. Stop qadır və ondan qabaq onu qıcıqlandıran nə idi? O sizə ünsiyyətdəki o triggeri, biz trigger point deyirik çox vaxtı, xaricilər bunu tez-tez belə deyir, yəni nöqtələrdə trigger nöqtəsi, hansı nöqtədə bu tətiklədi onu? Onu qeyd edirik və deyirik, təşəkkür edirəm, siz gözəl bir trigger göstərdiniz. Zaman olan siz özünüzün həssaslığınızın ən vacib məqamını göstərdiniz yəqin. Digərləri də araşdıracaq, narahat olmayın. Artıq işimizin böyük bir hissəsi həll olundu. Biz gördük ki, bu bir sözə qarşı sizin reaksiyanız, güclü emosional reaksiyanız var və bu reaksiyanı dəyişmək mümkündür. Özü də artıq başa düşür. Özü də artıq siz bu mərhələ gəlib çatanda başa düşür ki, mənim bu sözə qarşı reaksiyam doğrudan qəribə idi. Bilirəm ki, o sözə bu qədər əhəmiyyət verməyə bilərdim.
Amma axı mən bu sözü bu cür qəbul edirəm. Necə əhəmiyyət verməyə bilərəm ki? Çünki o kognitiv davranış terapiyanı bilmir, ailə terapiyasını bilmir deyən, ona görə də bilmir necə dəyişsin. Amma siz artıq bilirsiniz. Və artıq bundan sonraki mərhələlərə mən sizə heç nə deməsəm belə, siz özünüz də bu mərhələləri düşünə-düşünə məntiqlə tapa bilərsiniz. Çünki bu bünövrə sizə artıq nəyə göstərir? Problemin həlli istiqamətini göstərir. Mən sizinlə bundan sonra yolu axıra kimi getməsəm belə, siz o yolu apara bilərsiniz. Çünki artıq düz istiqamətdəsiniz. Siz analiz aparırsınız, münasibətləri təhlil aparırsınız. Amma yenə də mən istəyirəm ki, bütün mərhələləri keçək. Sadə dillər desək. Ondan sonra deyirik ki, xanım danışsın. Xanım da danışanda eyni bir dənə hadisəni danışır. Haradakı münaqişə yaranıbdır. O da həmənki trigger pointi göstərir. Və siz deyirsiniz ki, xanım çox gözəl oldu, çox aydın oldu. Çox sağ olun ki, bu qədər aydın və məntiqli bir məqamlara göstərdiniz. Bu bizə imkan verir ki, ən aşağısı hər ikinizin həssas nöqtələrinizdən birini aşkar etdik və bunun üzərində çalışsaq, növbəti dəfə eyni mövzu ilə, eyni situasiya ilə üzləşdiyiniz halda mübahisə yaranmaya bilər. Çünki biz razılığa gələ bilərik. Aha, bax bu artıq bizim 4-cü mərhələmizdir. Yəni 3-cü mərhələdə çox vaxtı ya bir neçə əsas trigger pointləri aşkar etmək üçün, sonuncu dövrlərdə ən şiddətli konfliktləri hərəsi öz mövqeyindən danışmaqla hansı məqamda emosional reaksiyası artdığını ifadə edir və biz heç olmasa birini oğlanda, birini də xanımda